Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Zəhra Əhmədova. İbtidai miq və sertifikasiyaya dəstək məqsədi ilə 10 qəbul tipli sualın izahını təqdim edirəm. Sual belədir. Nöqtələrin yerinə hansı sözlər yazılsa, fərqləndirilən söz köməkçi nitq hissəsidir. Verilən cümlədə fərqləndirilən söz çox sözüdür. Çox sözü də köməkçi nitq hissəsi olaraq ədat olur. Çox sözünün ədat kimi işlənməsi üçün sifətə aid olması lazımdır. Gəlin variantlarda sifəti tapaq. Birincidə verib sərindir. Bəli, sərindir sözü sifətdir. Çox sözü sərindir sözünün əvvəlində işlənsə, sifətə aid olduğu üçün ədat olacaq. Cavabın biri 1-dir. İkincidə verib soyuqdur. Soyuqdur sözü də sifətdir. Çox sözü soyuqdur sifətinə aid olduğuna görə burada da olacaq ədat, yəni köməkçi nitq hissəsi. Cavabın biri 2-dir. 3-də verib dəyişib. Dəyişib sözü feildir, hərəkət bildirir. Çox sözü hərəkətin əvvəlində gələndə zərf olacaq. Bizə zərf lazım deyil. Variantlardan biz 3-ü çıxırıq. Soyuyacaq. 4-də verib soyuyacaq sözü. Soyuyacaq sözü hərəkət bildirir, feildir. Çox sözü soyuyacaq sözünə aid olsa nə olacaq? Olacaq zərf. Ona görə 4-ü də çıxırıq variantlardan. Çox istidir. İstidir sözü sifətdir. Çox sözü yenə də sifətə aid olduğuna görə olacaq ədat. Cavabımız olur 1, 2, 5, yəni C variantı. Çox sözü həm say ola bilir. Çox adam ismə aid olanda. Həm zərf ola bilir. Çox danışdı. Həm də ədat ola bilir. Çox gözəl, çox ağıllı. Bizə deyir, çox sözü köməkçi nitq hissəsi olsun. Deməli, biz onu sifətə aid etməliyik. 1, 2, 5. Sifət oldu, bəli. Deməli, cavab olur C variantı. Baxırıq ikinci suala. Verilənlər hansı əməli yazıya aiddir? Məzmunca sadə və mürəkkəb olur. Təqdim olunacağı yer göstərilir. Bu söz bizim açar sözümüzdür. Möhür, ştamp və təqdim olunacağı yer göstərilir deyəndə söhbət bilməliyik ki, arayışdan gedir. Cavabımız olur C variantı. Baxırıq üçüncü suala. Hansı əməli yazı nümunəsinə aid fikir yoxdur? Açar sözlərə baxaq. Ərəb sözü olub, bir şey haqqında fikir, mülahizə. Demişdim, fikir bildirmək. Mülahizə nə idi? Rəy. Deməli, birinci nəyə aiddir? Rəyə aiddir. Ərəb və fars mənşəli sözlərin birləşməsindən əmələ gəlib, müəyyən işi görmək və qiymətli bir əşyanı hər hansı bir təşkilatdan almaq üçün verilir. Ötən dəfə dərsdə demişdim, dərs izahında da. Söhbət nədən gedir? Vəkalətnamədən. Rəyə aid fikir var, vəkalətnaməyə aid fikir var. Hər hansı bir məsələni, hərəkəti, sözü ətraflı surətdə aydınlaşdırma, şərh etmə, bəyan etmə nə idi? Aydınlaşdırmaq. Demişdik izah, izahat sözü ilə yadda saxlayın. İzahatdır. Hər hansı bir təşkilat tərəfindən ayrılmış komissiya. Komissiya nə idi? Aktdır. Sədr katib desəydi, protokol götürərdik. Komissiya deyiləndə akt götürürük. Hamısına aid var, amma hesabata aid yoxdur. Cavab olur B variantı. Baxırıq 4-cü suala. Dünya şöhrətli Lütfi Ələsgərzadə Bakı şəhərində doğulub. Bizdən səhvi soruşur. Lütfi Ələsgərzadə mürəkkəb addır, bəli. Şəhərində mənsubiyyət şəkilçisidir, bəli. Bakı qeyri-müəyyən yiyəlik, şəhərində sözündə də mənsubiyyət var, bəli. Doğulub nəqli keçmiş zamandadır, düzəltmə feildir, bəli. Doğmaq feilindən doğulmaq feili. Ubda nədir? Nəqli keçmiş zamanın şəkilçisidir. Bu da doğrudur, çıxırıq. Bakı xüsusi isimdir, yiyəlik haldadır, bəli. Qeyri-müəyyən yiyəlik haldadır. İkinci növ təyinli söz birləşməsinin aslı tərəfidir. B də doğrudur. Dünya şöhrətli düzəltmə sifətdir, xeyr. Dünya şöhrət. 2 dənə kök varsa mürəkkəbdir. Mürəkkəb sözün üzərinə artırılan leksik şəkilçi sözün quruluşunu dəyişmir. Mürəkkəbdir, mürəkkəb olaraq qalacaq. Səhvi soruşur, cavab A. Baxırıq 5-ə. Sual belədir. O əkir, bu isə buğda biçirdi cümləsinin morfoloji təhlilindəki doğrunu göstərin. Buğda nə sualına cavab verir? Adlıq haldadır. Xeyr. O əkir, bu isə buğdanı biçirdi. Bəli. Nə sualına cavab verir, amma adlıq halda deyil.
qeyri-müəyyən təsirli haldadır. Qeyri-müəyyən təsirli halında bircə dənə sualı var. O da nə sualıdır? Yəni adlı haldadır fikri yanlışdır. Bu işarə əvəzliyidir, bəli. Bu hara getsə işarə əvəzliyidir. Əvəzliyin bircə dənə məna növündə var. Bu əvəzlik yalnız işarə əvəzliyidir. İsmi də əvəz eləsə, sifəti də əvəz eləsə. Doğru cavabın biri 2-dir. O işarə əvəzliyidir. Kim sualına cavab verir? Xeyr, işarə əvəzi kim sualına cavab vermir. Kim ismin sualıdır? İşarə əvəzi isə sifət əvəzidir. Əgər kim sualına cavab verirsə, deməli bu şəxs əvəzidir. 3 yanlışdır. Əkir, biçirdir, indiki zamanda olan feillərdir, bəli. Hər ikisinin üzərinə artırılan ir şəkilsi qrammatikdir. İndiki zamanın şəkilsidir. 2-4 isə tabellik bağlayıcısıdır, xeyr, tabesizlik bağlayıcısıdır, qarşılaşdırma bağlayıcısıdır. Yəni bu fikir səhvdir. 2-4 harda var? C variantında. 2-4 baxaq C. Bəli, cavab olur C. Baxırıq 6-ya. Ətrafdakıları sınayıcı nəzərlərlə süzüb evə keçdi. Cümləsinin morfoloji təhlillə bağlı səhvi soruşur. Nəzərlərlə qoşma ilə işlənmiş adlı hallı isimdir. Bəli, nəzərlər ilə. Doğrudur. Ətrafdakıları sınayıcı düzəltmə sifətdir. Bəli, dakı, dəki leksik şəkilçidir. Sınamaqdan da sınayıcı. Bu da doğrudur. Süzüb feili bağlamadır. Ətrafdakıları sınayıcı nəzərlərlə süzərək, bəli, ara gərəklə əvəz etmək olur. Feili bağlamadır. Keçdi xəbər şəklindədir. Bəli, sözün üzərinə artırılan ilk qrammatik şəkilçi zaman şəkilçisidirsə, deməli bu söz xəbər şəklindədir. Evə, hara sualına cavab verir, yer zərfdir. Xeyr, konkret məkan bildirəndə yer zərfi olmur. Evə sözü olacaq isim. Cavabımız olur D variantı. Çünki səhvi soruşur. Sonra baxırıq 7-yə. Sənin yoxluğun məni çox incidir. Səhvi soruşur. Şəxs əvəzliklərinin halları eyni deyil. Sənin yəlik, məni təsirlik. Doğrudur. Çox zərfdir. Bəli, feilin əvvəlində gəlib də zərfdir. Yoxluğun mənsubiyyət şəkilçili isimdir. Sənin yəlik, yoxluğun mənsubiyyət. Bəli, 3-cü növ təyinli söz birləşməsinin əsas tərəfidir. Doğrudur. İndiki zaman şəkilçili düzəltmə feil işlənib incimək, incitmək, incidir. Bəli, indiki zaman şəkilçilidir. Feil 3-cü şəxsin şəxs sonluğu ilə işlənib, yəni üzərində dir var. Xeyr, burada dir yoxdur. T, üstə gəlinsin, ir var. Cavab D variantıdır. Səhvi soruşur. Baxırıq 8-ə. Biri qrammatik mənasına görə digərlərindən fərqlənir. Qrammatik məna nə deməkdir? Yəni nitq hissəsinə görə. Hamısının üzərində L şəkilsi var. L üstü 4 şəkilsi. Olan mənasını verirsə, bu zaman sifətdir. Vermirsə isimdir. Yağlı yağı olan, mənalı mənası olan, namuslu namusu olan, dərdli dərdi olan. Hamısında L üstü 4 olan mənasını verdi, sifətdir. Kəndli kəndi olan demək deyil ki, kəndli bir kişi o demək deyil ki, bu kənd bunun kəndidir. Məktəbli uşaq o demək deyil ki, məktəb onundur. Şəhərli qız o demək deyil ki, şəhər onundur. Kəndli, məktəbli, şəhərli sözlərində L üstü 4 olan mənasını vermədiyinə görə isimdir. Digərlərinin hamısında sifətdir, bircə dənə C variantında isimdir. Cavab olur C variantı. Sonra baxırıq 9-a. Vətən naminə cəsarətlə vuruşanları xalq qarşılayacaq. Bayraqla, güllə. Səhvi göstərin. Naminə qoşmadır. Doğrudur. Cəsarətlə tərz-i hərəkət zərfidir. Bəli, cəsarətlə. Necə, nə tərzdə? Tərz-i hərəkət zərfidir. 2 doğrudur. Naminə qoşmadır. Doğrudur. Cəsarətlə tərz-i hərəkət zərfidir. Doğrudur. Xalq cəmdə olan isimdir. Xeyr, xalq tək isimdir. Ona görə ki, bunun üzərində larlər yoxdur. Bir ismin cəm olması üçün onun üzərində larlər olmalıdır. Xalq sözü toplu isimdir. Amma üzərində larlər yoxdur, tək isimdir. Deməli, cəmdə olan isimdir, yanlışdır. Cavabın biri 3-dür. Bayraqla la bağlayıcıdır. Qarşılayacaq bayraqla güllə. Sadalanan sözlərin üzərindəki lə qoşmadır. 3-4. Feillər quruluqca sadədir. Vuruşanları, xeyr, sadə deyil axı, vur, vuruş, düzəltmədir. 3, 4, 5. Cavabımız olur A variantı. Baxırıq sonuncu suala.
Hansı sözün kökü digərləri ilə amonimdir deyə eyni köklü söz hesab edilmir? Düzlük, lıq, liq, luqlük sifət artırılıbdır. Düzgün, gün feili artırılır. Düzdür, dür feili artırılır. Düzül, ül feili artırılır. Düzülüş, ül feili artırılır. Hamısı düzəltmə sözdür. Hamısının kökü feildir. Bircə dənə düzlükdə sözün kökü düz sifətidir. Bu mövzu ilə bağlı çox geniş izahım var. Baxa bilərsiniz. Deməli, hamısı feil kökündəndir. Bircə dənə A variantı sifət kökündən olduğuna görə eyni köklü hesab edilmir. Cavabımız olur A variantı. İzahımız bu qədər. Sağ olun.